Esselamu Aleyküm ve Rahmetullah Barakatuhu değerli izleyiciler. Elhamdülillah sizleri hoş gördük. Elhamdülillah değerli izleyiciler. Broiler düzelerimizin 10 günleri tamam oldu. Bugün 11. gündür. Hem de Allah her şey qaydasındadır. Gördüğünüz gibi özlerini broiler kimi aparmırlar, atlanıp düşürürler değerli izleyiciler. Birinci sudan başlayır. Değerli izleyiciler, sularını məsləhətdir ki, supervid verməyəsiniz. Məsləhətdir ki, Tiktonik vermək. Tiktonik inşallah gələcəkdə videolar olacaq. Sizə sadalayacağım nə daha xeyirli nəyədir. Değerli izləyicilər, fikir versəniz mən altına artıq apilka tökmüşəm. Değerli izləyicilər, parça məsləhət deyil. 2-3-4 gündən sonra cücələrin altında parça çatdırmaq olmur. Gündə ən azı 2 dəfə parça dəyişməlisiniz. Məsləhətdir ki, bax belə mən bunu setkadan kəsilmişəm. İri, dənəli, apilqos, istili dəyərli izləyicilər. Yəni bruder şəraitində istilik 3-4 gün 32-33 olmalıdır və 2 həftəsinə qədər 3-4 gündən sonra 28-29 olmalıdır. Amma istiliyi sevən yəni ki cücədirlər. Həm də olsun Allah'a hər şey qaydasını inşallah. İşığı hələ belə yanmışım dəyərli izləyicilər. Məsləhətdir ki, işığı ucu, yəni ki ekonomli lampiçka qoyasın. Mən özüm yanımını söndüreceğim inşallah. İndi qoyaq tərəziyə cüzələrimizin çəkisinə baxaq inşallah. $280-278 belə oynayır. Bu indi başqasını qoyaq. Biri yaxşı inkişaf edər, biri elhamdülillah 100-200 belə götürək çobul. 190 neçə. Elhamdülillah. $235-240 dəyərli deməli belədir. 225-230 gram olmalı 10-cu günündə. İdeal, yaxşı baxırsınızsa olacaq 270-280. Mən güman edirəm, mənim düzələ orta mövqədədir inşallah. Yemi 22% düzəltdiyim yem verirəm. Yem qablar gördüğünüz gibi biraz problem yaranır çünkü apilka için tökülür, gəlib tez-tez baxıram, içini boşaldıram. Değerli izləyicilər, broiler düzəli saxladınız, işığına mütləq baxmalısınız, istiliyinə, sonra yeminə mütləq bax və suyuna. Bax belə değerli izləyicilər, Allah'a emanet olun. Allah həmd olsun ki, mənə dəstək olursunuz. Abone olmayan abone olsunlar, like qoyun və bəyənin.